Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm müsəlmanlar, qardaş və bacılarımız, sizlərdən gələn dəstəklə, Allahın izni ilə Murtuz qardaşımızın evini tikməyə davam edirik. Axır sizə də Allahın izni ilə. Deməli, bir neçə gün öncə, hətta bir neçə həftə öncə bilirsiniz ki, Balakan rayonu İtitala kəndində çayın daşması nəticəsində qardaşımızın Allah evini Allah. su basdı və ev tamamilə yaşanmaz hala gəldi. Elhamdülillahi Rabbil Alemin. Bu hamısı Allah'tan imtihan edib, bizə xatırlatma və dəvət edib. Və qardaşımızın evi yararsala düşdüyü üçün qardaşımız məscidə çıxındı və başladı məsciddə yaşamağa başladı. Orada yatırdı, orada dururdu. Çünki ev tamamilə yararsız halda idi. Biz həmd olsun Allaha sizlərdən gələn məbləğlər ilə biz gördüyünüz bu evi həmd olsun Allaha tikməyə başlamışıq və biz ilkin olaraq 7.000 manat qoymuşduq. 7.000 manat nə üçün idi? Bu başlamaq üçün, ən az divarlarını tikib qaldırmaq üçün, materialın alınması üçün, kamazlardan gələn qumların məbləğini verə bilməyimiz üçün 7.000 manat qoymuşduq. Və növbəti prosesdə inşallah biz 15.000 manat təyin eləyirik. İnşallah hesablamışıq bir çox məsələləri. Və o 15.000-dən də 3.000 manat yığıldı və geri qalıb 12.000 manat. Mən inanıram ki, qardaşlarımızın, bacılarımızın və gözəl xalqımızın dəstəyi ilə bu evi biz yekunlaşdıracağıq və inşallah ki, burada olunacaq hər bir ibadət, alınacaq hər bir dəstəmaz, dəstəməzdə axılacaq hər bir damla inşallah ki, bizim üçün, axirətimiz üçün xeyirli olacaq. Allah malınıza, mülkünüzə bərəkət versin. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu.